Öldükdən illər sonra yenidən dirilmək istərdinizmi? Ağlasığmaz səslənsə də bugün dünyada tibbin tərəqqisinə inanıb, ölmüş insanları gələcəkdə canlandırmaqdan ötürü dondurulma xidməti göstərən klinikalar fəaliyyət göstərir. Burada insan bədəni kəskin aşağı temperaturda dondurularaq xarab olmadan vakum şəraitində mühafizə edilir. Dünyada bu xidməti göstərən azsaylı ölkələr var ki, onlardan biri də şimal qonşumuz Rusiyadır. Bu ölkədəki xüsusi müxbirimiz Fərid Əkbərov Kriourus adlanan klinikada olub, Rusiyada ilk dəfə insan donduran biofiziklə danışıb, bu klinikanın müştərilərindən birinin Azərbaycandan olduğunu öyrənib. İnsanları gələcəyə saxlamaq məqsədi ilə dondurmaq fikri ilk dəfə ötən əsrin 60-cı illərində yaranıb. O vaxtdan bugünə kimi dondurulma ilə bağlı mexanizmlər inkişaf etməyə başlayıb. Artıq insanı diri-diri yox, ölən kimi dondurmaq və gələcəkdə diriltmək mümkün ola bilər. Buna görə də dünyada minlərlə insan öldükdən sonra dondurulmağa razılıqla bağlı krionika xidməti göstərən şirkətlərlə müqavilə imzalayıb. Rusiyada isə krionika xidməti rəsmi şəkildə 2005-ci ildən fəaliyyət göstərir. Сейчас на данный момент крионировано 100 человек. Biz Rusiyada krionika ilə məşğul olan yeganə şirkətik. Rusiyada ilk dəfə insanı məhz 2003-cü ildə bizim əməkdaşımız Igor Artikhov krionlaşdırıb. İlk 20 il heç də asan keçməyib. İndiyə kimi 100 nəfəri dondurmuşuq. Krionlaşdırdıqlarımız arasında 70-dən çox heyvan da var. Pasientlərimiz arasında çox sayda sağ insan var. Yəni onlar bizimlə müqavilə bağlayıblar. Öləndən sonra biz onları krionlaşdıracağıq. Belə insanların sayı olduqca çoxdur. Kriourus'un təsisçisi bildirir ki, bugün müalicəsi olmayan xəstəliyə yaxalanan bir çox insan inanır ki, dondurulub saxlanılsa, həmin xəstəliyin müalicəsi tapılanda onları oyadıb sağaldacaqlar. Bununla da onlar ölümdən qaçacaqlar. Rusiyada ilk dəfə insan krionlaşdırılmasını biofizik Igor Artikhov həyata keçirib. Onun sözlərinə görə krionlaşdırma ideyası olduqca sadədir. Bu ideyanın məğzi ondan ibarətdir ki, bizi qarşıda əbədi tərəqqi gözləyir. Gec-tez tibb sayəsində mühüm irəliləyişlər qaçılmazdır. O cümlədən ölü insanların gələcəkdə dirilməsi kimi. Bugünkü gün qəbul olunmuş fikir ondan ibarətdir ki, insan bədənini kəskin aşağı temperaturda donduraraq xarab olmadan vakum şəraitində mühafizə etmək mümkündür. Bəs bu necə edilir? Birinci növbədə insanın damarlarındakı qan boşaldılır. Daha sonra bədənə antifriz və orqanları qoruyan kimyəvi qarışıq doldurulur. İnsan bədənini mənfi 130 dərəcə temperatura qədər soyutmaq lazımdır. Bundan aşağı temperatur da mümkündür, lakin mənfi 130 dərəcə kifayət edir. Bunun üçün maye azotdan istifadə olunur. Məsələ ondadır ki, azot çox əlverişlidir. O yanmır, zəhərli deyil və nisbətən ucuzdur. Maye azotda həm kök hüceyrələr, qan, insan embrionu və bizim pasiyentin krionu qorunub saxlanılır. Donmaq üçün hazırlanan bədən içərisində mənfi 196 dərəcədə maye azot olan silindirlərə yerləşdirirlər. Rusiyalı biofizik krionika prosesindəki təhlükə və problemlərdən də danışıb. Onun sözlərinə görə birinci əsas təhlükə kök hüceyrələrin kristallaşması və mexaniki zərər görməsidir. Əsas problem isə vaxtdır. Əgər ölüm halı qeydə alınandan sonra insan bədənini tez dondursaq, neyronların yaşama dövrü 10 dəfələrlə artır. Ona görə də vaxt problemi çox vacibdir. Krionlaşdırma üçün insan öləndən sonra tez bir zamanda onun başını dondurmaq lazımdır. Niyə məhz baş nahiyəsini? Ona görə ki, insan şəxsiyyətinin daşıyıcısı beyindir. Yəni beyni saxlasaq, gələcəkdə nəzəri cəhətdən şəxsiyyəti bərpa etmək mümkündür. Bir sözlə, krionlaşdırma prosesində ilk növbədə insan beyni tez bir zamanda dondurulmalıdır. Daha sonra onun bədənini mühafizə edəcək maddə damarlara yeridilməlidir. Rusiyada krionikaya maraq olduqca böyükdür. Bildirilir ki, bu bahalı prosedur olsa da krionlaşdırılmaq istəyən çoxlu sayda insan var. Müraciət edənlərin çoxu isə cavanlardır. Onlar öz valideynlərini, baba və nənələrini qoruyub saxlamaq istəyirlər. Для того, чтобы быть крионированным в будущем или крионировать своего родственника, надо, во-первых, подписать договор. Gələcəkdə krionlaşdırılmaq üçün ilk növbədə bizimlə müqavilə bağlamaq lazımdır. Müqavilə bağlanandan sonra əgər həmin insan sağdırsa, biz onu yaşadığı müddətdə monitorinq edirik. Ona jeton veririk. Jeton vasitəsilə onun müşahidəsi aparılır. Bu həmin insanla bağlı nəsə baş verəcəyi təqdirdə bizim siqnal almağımız üçün lazımdır. Biz heç bir xəstəliyə baxmırıq. Yəni bütün insanları bu prosesə qəbul edə bilirik. Çünki düşünürük ki, tibb gələcəkdə daha inkişaf etmiş olacaq. Misal üçün, indi sağalmaz xəstəliklərin gələcəkdə mütləq çarəsi tapılacaq. Buna əminik.
Hal-hazırda krionika prosedurunun qiyməti 40 min Amerika Birləşmiş Ştatları dollarıdır. Bura bədənin tam dondurularaq saxlanılması aiddir. Yaratdığımız fondun hesabına isə gələcəkdə həmin insanın canlandırılması həyata keçiriləcək. Çünki 40 min dollara bunu etmək mümkün deyil. Bu bahalı prosedur olacaq. Təkcə insan beyninin krionlaşdırılması isə 20 min dollardır. Kriorus rəhbəri Azərbaycandan krionlaşdırılmaq üçün bir neçə müraciət olduğunu açıqlayıb. Из Азербайджана одно крионирование было, хотя... İndiyə qədər Azərbaycandan bir nəfər krionlaşdırılıb. O Türkiyədə ölmüşdü və Gürcüstan vasitəsilə Rusiyaya gətirilmişdi. Biz qadının bədənini tam şəkildə dondurduq. O yaşlı idi və xərçəngdən əziyyət çəkirdi. Digər müsəlman ölkələrindən də, misal üçün Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən olan pasiyentlərimiz də var. Səudiyyə Ərəbistandan olan pasiyentimizi artıq krionlaşdırmışıq. Birləşmiş Ərəb Əmirliklərindən olan pasiyent gələcəkdə krionlaşdırılmaq üçün müraciət edib. Moskvadan isə bir Dağıstanlı yaxın qohumunu krionlaşdırmaq üçün bizə müraciət edib. Yaxın qohumumun sağalmaz onkoloji xəstəliyi vardı. Biz qərar verdik ki, krionika xidmətindən istifadə edək. Bu xidmət bizə ümid verir ki, xərçəngin çarəsi tapılandan sonra o həyata qaytarılacaq. Bu indi inanılmaz görünülə bilər. Amma tibb sürətlə inkişaf edir. İnsan krionlaşdırılan zaman onun bütün hüceyrələri dondurulur və sağlam qalır. Həmin insan sadəcə həyata qayıdacağı günü gözləyir. Mən özüm də bu xidmətdən bir mənalı şəkildə istifadə edəcəyim. Təbii ki, əgər sağalmaz xəstəliyə tutulsam, bu mənə gələcəyi görməyə imkan verəcək. Çünki hər birimiz gələcəkdə nələr olacağını, necə olacağını görmək istəyirik. Görəsən həqiqətən nə vaxtsa krionlaşdırılan insanlar diriləcəkmi? Bir qrup mütəxəssis hesab edir ki, bu mexanizm heç bir işə yaraya bilməz. Həmin insanları diriltmək mümkün olmayacaq. Onların fikrincə dondurulmuş insanların orqanları yalnız transplantasiya üçün yararlı ola bilər. Krionika isə sadəcə kommersiya marağını hesablanıb. İnsanları aldadıb ümidləri ilə ticarət edirlər. Təbii ki, krionika ilə məşğul olan şirkətlər bu iddiaları təkzib edirlər. Onlar hesab edirlər ki, əgər insanı krematoriyada yandırsalar və ya dəfn etsələr, o zaman onu geri qaytarmaq üçün heç bir ümid qalmır. Lakin kriopasiyentlərin həyata geri qayıtması üçün isə ümid var. Krionika həyata qayıtmaq üçün ümidin mövcudluğudur. Kimin haqlı, kimin haqsız olduğunu isə əlbəttə ki, gələcək göstərəcək. Fərid Əkbərov, İTV Xəbər, Moskva.